Bugün Bakı Gastroenterologiya Mərkəzinin dəyərli həkimləri ilə bərabər hər kəsi maraqlandıran bir mövzunu müzakirə edəcəyik. Hansı ki, həzm sistemi dediyimizdə, mədə-bağırsaq xəstəliklərindən danışdığımızda ilk ağlımıza gələn onlar olur. Kimlərdir bunlar? Bakı Gastroenterologiya Mərkəzinin həkim gastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru Həcər Həsənova və Bakı Gastroenterologiya Mərkəzinin həkim gastroenteroloqu Ruslan Məmmədov. Salamlayıram sizi də. Birinci sualım istəyirəm bu olsun ki, son illərdə gastroenterologiya sahəsində ən çox rast gəlinən xəstəliklər hansılardır? Salam, hamını salamlayıram mən də. Ən çox rast gəlinən xəstəliklərdən mədə-bağırsaq sistemində qastritlərdir çox gördüyümüz hallarda. Mədə problemləri önə çıxır. Ondan başqa öd problemlərimiz, qaraciyər problemlərimiz var. Mədə-altı vəzi problemlər önə çıxır. Yəni bunlar hamısı da düzgün qidalanmamaq, doğru yeməmək, yediyimiz yeməklərə fikir verməmək, fast foodlara daha çox üstünlük verməklə belə bir xəstəliklər əmələ gəlir. Bundan başqa bağırsaq xəstəlikləri də çox vaxtı görünən bir xəstəliklərdən biridir. Mən doktorun sözlərinə əlavə eləmək istəyirəm. Qaraciyər piylənmələr daha çox. Bu da çox bağlıdır insanların oturaq həyatına sürməsi ilə, yəni idmanla məşğul olmaması, yağlı xolesterinli qidalardan istifadə etməsi və bununla bərabər deməli fiziki aktivliyin zəif olması ilə əlaqəli metabolik pozuntular və bu metabolik pozuntuların orqanizmə verdiyi fəsadlar və bu fəsadlardan biri də qaraciyər steatozu, qaraciyər piylənmələridir və günümüzün ən böyük problemi hepatit, virus hepatitləridir. Hal-hazırda bu da xüsusi indi müasir tibbdə əlbəttə ki, Azərbaycanda da sterilizasiya qayda qanunlarına çox fikir verirlər. Əvvəl belə deyildi. Lakin Ən önəmli nüanslardan biridir bu. Əvvəl məsəl üçün əgər əvvəl düzgün təmizlənməmiş alətlər məsəl üçün diş həkiminə, stomatoloqa gedirdilərsə, orada o zaman yoluxmuş virus hepatitləri illərdir xəstələr müayinə olunmurdular. Heç bir qan analizləri vermirdilər və artıq onlar fəsadlaşmış deməli forması gəlib, o xəstələr gəlir fəsadlaşmış deməli bu xəstəliyin nəticələri ilə. Şükür olsun ki, hal-hazırda xüsusi nəzarətin köməyi ilə tibbi avadanlıqlar sterilizasiyası bir qədər deməli daha ciddiləşib. Lakin virus özü müalicəyə pis tabe olur. Nəyə görə? Çünki orada müxtəlif ştamlar yaranır və bu ştamları mix ştamlar olur. Məsələn, hepatit B ilə C-nin qarışığı, delta hepatit xəstələr, deməli virus hepatitləri, bunların müalicəsi mix, yəni hepatitlərin birgə müştərək yoluxması olan xəstələrdə müalicəsi daha çətinləşir və deməli qaraciyər zədələnmələri ilə xəstələr daha çox müraciət edir. Mən giriş edəndə ilk sualım bu oldu ki, günümüzün ən çox problemi hansıdır gastroenterologiya sahəsində, daha çox yayılan xəstəliklər hansılardır? Amma əminəm ki, izləyiciləri də bu maraqlandırır. Biz bəs bu simptomları necə bilək? Təşəkkür edirəm, sizin saydığınız səbəblər idi, nəticələr idi, konkret diaqnozları idi. Öd daşı xəstəlikləri də çox aktualdır bugünkü gündə. Bəs biz hansı simptomlarda bilək ki, bu problemlər saydığınız o diaqnozu aparan yol artıq bizdə başlayıb? Simptomlar olaraq biz belə deyək, yüngül bir simptomları yan keçməməliyik. Hər bir simptom özünə altında yatan böyük bir xəstəlik ola bilər. Ona görə simptomlar bu cür yanaşmaq lazımdır ki, hər bir simptom dəyərləndirilməlidir və mütləq həkimə müraciət etməliyik. Məsələn, qarın ağrısı, ağızda tutaq ki, bir acılıq varsa da, turşuluq varsa da, hətta qoxunun gəlməsidir. Bunlar mütləq yoxlanılmalıdır. Yan keçməməliyik. Əgər bu yanmalar davamlı olarsa, aylarla davam edirsə, təbii ki, bunları mütləq endoskopiya, gastroenteroloqun yanına müraciət etməniz məsləhətdir. Çünki o simptomlar çox vaxtı mədə turşuluğunun, yəni reflüksun yaranmasına səbəb olur.
Bundan başqa çox bir xəstəliklər hamısı sakit formada keçir. Məsələn, xərçənglər, mədən xərçəngləri çox vaxt bilinmir ilkin mərhələlərdə. Yəni onu mütləq yoxlamaq lazımdır. Qan axmalar, anemiyalar əgər ağızdan ya da ki arxadan nəcislə, qara nəcis görürüksə, o zaman mədənin qan axmasına səbəb kimi ola bilər. Yəni mütləq yoxlanılmalıdır. Ağrılar da yan keçməməliyik, çünki hər ağrının altında nəsə yatır. Köp şişkinlik, ürək bulanmalar. Bir sual da vermək istəyirəm Həcər xanım. Biz bəzən bir yerimiz ağrıyır, dəqiq bilirik ağrıyır və buna görə həkimə müraciət edirik. Bəzən də bir yerimizin ağrıdığını zənn edirik. O xəstəlik xəstəsi dediyimiz məsələyə dönüşür. Bilmək istəyirəm ki, gastroenterologiyada da, psixologiyada yaranmış problemlər, stres, psixoloji faktorlar əhəmiyyətli bir rol oynayırmı? Çox oynayır əhəmiyyətli rol. İlk növbədə bu suala cavab verməmişdən əvvəl Ruslan doktorun deməli cavabına bir əlavə də eləmək istəyirəm. Ruslan doktor qeyd elədi ki, siz yüngül bir narahatçılıq da hiss eləsəz gastroenteroloqa getməlisiniz. Amma deməli dünya tibb protokollarında 30 yaşdan yuxarı, 35 yaşdan yuxarı insanlar hər hansı bir mədə-bağırsaq problemi yaşamırlarsa və onlara elə gəlir ki, bu gündəlik məsələn dostundan soruşur, səndə də yanğı olur, məsəl üçün həməndə o fikirləşir ki, o normadır. Amma əgər onu ciddi narahat edən bir əlamətlər yoxdursa, yenə də skrininq məqsədi ilə, yəni gələcəkdə bu bəd xəstəlik şişlərinin əmələ gəlməməsi üçün, o bəd xəstəlik şişlərin əvvəl xoş xəstəli bir mərhələsi var da, xoş xəstəli mərhələsində aşkar olunması üçün mütləq profilaksik olaraq müayinələr keçirilir. Və çox insan deyəsən mədə yanmasını sadəcə yediyimiz yeməklərlə bağlayır və bunu da sadəcə mədə qoruyucundan ötürür. Eynən. Bəlkə bu hara apara bilər bizi? Bəlkə iki dostunda mədə yanma psixoloji sizin dediyiniz kimi stresslə bağlı bir refluksla əlaqəli bir mədə yanğısıdır və yaxud da digər amillərdən. Amma birində məsələn ezofagusa qida borusunda olan bir polip, gələcəkdə xərçəngə çevrilən bir polipin olması ilə əlaqəlidir. Ona görə bunu da qeyd etmək istəyirəm, çox vacib məqamdır ki, bizim izləyicilərimiz, insanlar, vətəndaşlar başa düşsünlər ki, onlar artıq müəyyən bir yaşa çatanda, bu yaşda 35 yaşdır, 30-35 yaş, müasir protokollarda 35 yaşdır. 35 yaşlardan artıq xəstələr endoskopik ən azından ultrasəs müayinəsi, mədə-bağırsaq sisteminin, qaraciyər, ötküsə, mədə-altı vəz və s. və qida borusu mədə, 12 barmaq bağırsaq və yoğun bağırsağın endoskopik müayinəsini həyata keçirməlidirlər. Siz demək stresslə bağlı bir demək sual verdiniz. Müəyyən mədə-bağırsaq xəstəlikləri var ki, bunlar stresslə bağlı bir çoxsu, demək olar ki 99% stresslə bağlı olaraq kəskinləşə bilərlər. Elementar olaraq 12 barmaq bağırsaq xorasından tutmuş, bağırsağın xroniki xəstəlikləri, kron xəstəliyi, qeyri-spesifik xorikolit falan aktivləşməsində, yəni xəstəliyin yatan fazadan aktiv fazaya keçməsində stressin çox böyük önəmi var. Və bu stres təkcə o deyil ki, insan əsəbləşdi, xəstəliyi artdı. Stres faktoru orqanizm üçün, məsələn, qız uşağı müəyyən yaşda, yəni yetməlik dövründə hansısa bir mədə-bağırsaq xəstəliyi ilə üzləşir və müalicə olunur. Xanım ailə qurur və hamiləlik dövrüdür. Hamiləlik dövrü qadın orqanizmi üçün stres faktorudur. Və bu stres faktoru nəticəsində onun keçmişdə olan xroniki bir xəstəliyinin aktivləşməsi halları baş verə bilər. İkinci stres faktoru nə deməkdir? Bir çox xəstələr, məsələn, Ruslan doktor da inkar eləməz, müraciət edilir, məsələn, disfagiyalarla da xəstələr. Doktor, mən elə bil ki, heç yemək keçmir. Müəyyən qrup insanları biz müayinə edirik. Bu zaman həqiqətən də disfagiyanı yaradan bir səbəb var. Məsələn, qida borusunda olan poliplər, kardial sfinkterin, mədə ilə qida borusunun arasında xüsusi bir sfinkter var. El arasında ona klapan deyirlər. Onun demək çatışmamalı nəticəsində geriyə qidanın regurgitasiyası və s. və digər patologiyalar ola bilər ki, həqiqətən də disfagiya, udqun, qida borusu spazmları və s.
Amma olur ki bəzən xəstələr gəlir müayinə edirik, qida borusunda disfagiyanı, yəni udqunma pozğunluğunu yaradan bir faktor yoxdur. Bu demək stresslə bağlı bir deməli hissiyatdır. Əlbəttə ki, bu xəstələri biz sonda deməli psixoloqa, nevropatoloqa və s. göndəririk. Amma bu demək deyil ki, bütün udqunma pozğu olan xəstələr hamısı birinci psixoloji problemlərini araşdırmalıdır. Burada birinci növbədə endoskopik gastroenteroloji müayinə olmalıdır. Əgər gastroenteroloji heç bir patologiya yoxdursa, heç bir problem aşkarlanmayıbsa, stress nevropatoloqa və xəstənin somatik nevroloji durumu qiymətləndirilməlidir. Helikobakteri nədir və bu gün niyə təhlükəli sayılır? Günümüzdə olan mədə mikrobudur, mədənin xəstəliyidir. Helikobakter bir mikrob olaraq bizim deməli mədədə yaşayır və orada yaşadığı dövrdə mədənin belə deyə zədələnməsinə gətirib çıxarır. Bu normalda bu özü zədələnmə gətirmir, sadəcə yaşadığı mühitlə ətrafında belə bir şərait yaradır ki, mədə həmin nahiyəyə özü zərər verir və təbii ki, bunu yan keçmək olmaz. Yəni ki, helikobakteri oradan biz məhv edib çıxartmalıyıq, çünki böyük bir fəsadlara gətirə bilir. İştahsızlıq, həzm pozulmasıdır, sonra iltihablar, eroziyalar, xorralara kimi gətirib çıxara bilir və hətta yəni onlara da fikir verməsələr xəstələrimiz, məsələn gətirib xərçəngə də gətirə bilər. Yəni helikobakter bugünkü gündə bütün mədə şikayətlərin demək olar ki 70-90%-ni təşkil eləyir və onun eradikasiyası, yəni müalicəsi mütləqdir və vaxtında müraciətimiz olunmalıdır. Tam müalicəsi mümkündür, eradikasiyası. Eradikasiyası mümkündür. O zaman bu mifdirmi tam müalicəsi yoxdur deyə? Var və hətta xüsusi protokollar vardır ki, əgər biz xəstədə ilk dəfə aşkar eləmişik helikobakter pylori, biz 2 antibiotik və bir mədə qoruyucu preparat təyin edirik. Ən yüngülündən başlayırıq. Və əgər xəstə təkrarlanan, daimi növbəti dəfə gəlir, yenə çıxır, artıq protokola uyğun olaraq antibiotika terapiya və helikobakterinin bütövlükdə məhv olması üçün xüsusi yeni sxemlərə keçirilir. Lakin burada çox böyük bir məsələ var. Mən bunu xüsusi qeyd eləmək istəyirəm. Təyin olunan preparatları həkimin təyin etdiyi gündən az içirlər xəstələr bəzi hallarda. Və bu antibiotiklardan qeyri-müntəzəm istifadəyə gətirib çıxarır və həmin o antibiotikların helikobakteri və digər mədə-bağırsaq problemlərini yaradan bakteriyaları və mikroblara deməli davamlı ştamları yaranır. Və biz hər dəfə məyus oluruq, nəyə görə? İstər-istəməz pasient özü elə bir şərait yaradır ki, biz daha deməli geniş spektrli antibiotiklara keçməli məcbur oluruq. Halbuki, məsələn, yazılıbsa 2 həftəlik müalicə, o 2 həftə tam olaraq tamamlanmalıdır. Və xəstənin müalicəni yarımçıq qoyması bizi vadar eləyir ki, biz daha ağır antibiotiklardan istifadə edək. Və antibiotikların istifadəsi dövrümüzdə ən böyük fəlakətdir. O demək deyil ki, antibiotik istifadə eləmək olmaz. Elə xəstəliklər var ki, məsələn, helikobakter pylorinin eradikasiyası, orada antibiotiklar lazımdır istifadə etmək. Lakin antibiotikların aptekdə qeyri deməli nəzarətsiz satışı, xəstələrin nəzarətsiz deməli qəbulu bağırsaq mikrobiomasını çox ciddi olaraq zədələyir. Bəs biz niyə antibiotik sevən bir cəmiyyətik, sevən xəstələrik? Özümüz də bilirik ki, artıq çox yayılıb və dərhal antibiotik təyinatı istənilir. Antibiotik təyinatı həkim tərəfindən lazımdırsa aparılır. Amma hər bir həkim hər bir xəstəlikdə antibiotik təyin etmir.
Antibiotikin təyin elə olunmasının xüsusi bir xəstəliyi və göstərişi var. Əgər antibiotik təyin olunubsa, antibiotikların istifadəsini ciddi olaraq düzgün riayət olunmalıdır istifadəsinə. Əks halda gələn səfər siz müəyyən bir antibiotika terapiya lazım olan bir xəstəliyə yoluxduqda sizə əvvəlkindən daha mürəkkəb antibiotik yazılmağa məcbur olacaq həkim. Ona görə problem bugünkü gündə antibiotiklardan geniş istifadə. Bu demək deyil ki, həkim antibiotik yazıbsa mən qəbul eləməyəcəm. Həkim yazıbsa, bu antibiotik sənə lazımdır. Sənin üzərinə düşən onu doğru qəbul eləməkdir. Lakin sizin məsələn qonşunuza resept yazıblar antibiotika terapiya. Qonşunun reseptini götürür bizə çox aktual bir şeydir. Qonşunun reseptini, məndə də eyni simptomlardır. Qoy bu resepti mən də eləyim. Bəlkə sənə heç antibiotik lazım deyil. Ümumiyyətlə, bütün maarifləndirmələr əslində səbəb olaraq ora getməlidir ki, hər kəsin xəstəliyi fərdidir. Və bizim immunitetimiz, həzm sistemimiz, düşüncəmiz, psixoloji yanaşmağımız hər bir xəstəlikdə fərqlidir. İnsan var xərçəng xəstəliyində çox rahat deyir ki, mən qalib gələcəm, buna gücüm çatır, özünü mənəvi olaraq hazır və rahat hiss edir. İnsan da var, çökür dərhal bu diaqnozu eşitdiyi anda. Çox doğru vurğulayırsınız burada. Və insanın orqanizmin mikrobioması mürəkkəb bir ekosistemdir. Burada trilyonlarla bağırsaqda demək bakteriyalar var ki, hansı ki bizim həzmimizdə iştirak edir, qida həzmində iştirak edir və bu balans pozulduqda artıq indi müasir zamanda isbatlanıb ki, bir çox beyin xəstəliklərinin hətta psixoloji xəstəliklərin kökündə orqanizmin bağırsaqlarda olan mikrobiom pozuntusudur, balans pozuntusudur. Düzgün vitaminlərin sovrulmaması, mikroelementlərin sovrulmaması, həzm sistemində həyat, mən düşünürəm ki, gastroenteroloqam deyə ola bilər elə düşünürəm, həyat keyfiyyəti mədə bağırsaq sistemində qidanın sovrulması keyfiyyətindən çox asılıdır. Əgər biz doğru deməli qidalanırıqsa, əgər biz doğru mədə bağırsağımızı bakterial olaraq mikrobiomu doğru olaraq balansda saxlayırıqsa, bizim müəyyən xəstəliklərə yoluxma şansımız azalır və o xəstəliklərə yoluxma, hətta genetik xəstəliklərə yoluxma səviyyəsi aşağı düşür. Bugün ən çox rastladığımız 5 nəfərdən təxminən 3-ündən eşitdiyimiz mədə yanması və reflüks problemi var. Bunun bu qədər yayılma səbəbi nədir? Dediyimiz Helicobacter pylori elə ilk səbəblərdən biridir. Çünki mədədə yaxşı həzm olunmayan zaman qidalar yaxşı həzm olmayanda başlayır orada köp verməyə, mədəsində qalır və bu da çox vaxtı o qazların gəriməklə həmin o sfinkterdən yuxarı qalxması müşahidə olunur. Gərimələr sonradan keçir, daha ağır fəsadlar baş verir. İkinci səbəb deməli çox yeməkdir. Yəni yeməklərimiz bir oturumda çox miqdarda qəbul etməməliyik. Üçüncü səbəb isə yeyib yatmamaq, uzanmamaq. Yəni ki, çalışmaq lazımdır ki, yeməkdən sonra ən azı bir 2 saat, 3 saat mədə boş olsun ki, ondan sonra gedib uzana bilərik. Bunlara riayət eləmək lazımdır. Bir də təbii ki, belə bir şey də var ki, kiminsə hansısa yeməyə qarşı bir dözümsüzlük var və o da məsələn yaxşı həzm olmayan zamanı da belə bir fəsadlar verə bilir. Misal olaraq, mən məsələn şəxsi praktikamdan müəyyən xəstəliklərə uyğun olaraq bir pəhriz stolu var. Amma o pəhriz stolunun illərdir, bilmirəm səndə var elə bir təcrübə. Ruslan, mən məsələn reflüks xəstəliyində biz təyin etdiyimiz müəyyən qidalar 3 nəfərdən ikisinə
refluks vermir, bu pəhrizlə yaxşıdır. Amma o pəhrizin içərisində hansısa bir qida ona pis təsir göstərir. Məsələn, elementar olaraq banan refluks xəstəliyində bəzi hallarda yeyəndən sonra qıcqırmanı artırır. Bəzi hallarda refluksu artırır, bəzi hallarda elə insanlara var. Bu hallar nəyə görə dəyişir Əcar xanım? İndividual qidanı Ruslan doktor qeyd etdiyi kimi qəbul eləməmək. Məsələn, müasir zamanda təsdiq olunub ki, acılı yeməklər qastritdə fəsad törətmir. Mədən qastrit xəstəliyində. Halbuki çox adam acı yemir ki, mədəmdə qastrit var ya da mədəmdə yanma var. Məsələn, mən nə qədər acı yesəm, mən acı yeyənəm. Nə qədər acı yesəm də, mənim o acıya davamlılığım var mədəm. Mədəm artıq bu qidaya öyrəşib. Misal üçün, dovğa mənə çox pis təsir göstərir. Mən artıq mən bunu nəyə çıxardıram? Hər bir insan bir fərd olaraq necə ki bilir ki, hansı geyim ona yaraşır, hansı saç düzümü ona yaraşır, hansı makiyaj ona yaraşır, elə də fərd olaraq bilməlidir ki, hansı qida ona yaraşır. Onda bunu belə toparlaya bilərikmi ki, bizim qidalanma vərdişlərimiz əslində mədə-bağırsaq sistemindəki, həzm sistemindəki xəstəliklərimizi özü yaradır. Yəni biz qidalanma vərdişimizlə əslində bilməliyik ki, bu qidaya mənim reaksiyam var, bu qidaya yox. Çünki deyirsiniz ki, məsələn sizdə dovğa mədə yanması yaradırsa, mən eşitməmişəm məsələn ətrafımda kimdəsə dovğa bunu yaratsın ya da məndə də yaratsın. Məsələn, əgər bu simptomlar, bu ağrılaşma xəstəliklə bağlıdırsa, o başqa. Bir də var ki, mədə-bağırsaq sistemi sağlam bir insandır. Hansısa bir qidanı yeyəndə ona pis təsir göstərir. Məsələn, çölək xəstəliyi autoimmun bir xəstəlikdir, hansında ki, glutenə qarşı orqanizmdə, mədə-bağırsaq sistemində güclü autoimmun reaksiya, allergik reaksiya gedir. Və bütün deməli mədə-bağırsaq sisteminin selki qışası iltihablaşır və kəskin digər poliorqan problemlərinə də gətirir çıxardır. Amma bir də var ki, glutenə qarşı həssaslıq, allergik reaksiya, autoimmun yox, allergik bir reaksiya. Gluteni qəbul eləmir orqanizm. Burada autoimmun proses getmir. Sadəcə olaraq mədə-bağırsaq sistemində glutenin və ümumiyyətlə orqanizmdə glutenə deməli bir allergen kimi baxdığı üçün ona allergik reaksiya verir. Bunların fərqini izah eləyə bildim, bilmirəm, yox sizə. Bir var ki, sağlam insandır və hansısa bir qidanı, məsələn, elə insan var ki, göbələk yeyə bilmir. Mən yemirəm. Mən çox sevirəm göbələyi. Sevgi məsələsi deyil. Mən elə bilirəm, yeyə bilmərəm. Mən deyəcəm ki, bu psixoloji qidalanmadır. Yox, yəqin sizdə bir-iki dəfə göbələk yeyəndən sonra narahatçılıqlar olub, ona görə siz göbələk yemirsiniz. Hətta o insanlar göbələk bişəndə, göbələyin özünü belə görəndə qidadan, göbələkdən uzaq qaçırlar. Psixoloji bir təsir də var. Psixoloji təsir də var, düz deyir doktor, bəli. Onu da qeyd etmək olar. O zaman bu sualı toparlamaq istəyirəm sizin də dəstəyinizlə. Qidalanma vərdişlərimiz mədə-bağırsaq sistemi xəstəliklərimizə təsir edirmi? Edir. Edir. Diqqət etməliyik, özümüzə uyğun, bizi narahat etməyən qidaları seçməliyik, qidaları yeməliyik və bu uyğunluğu necə təyin etməliyik? Həkimə mi getməliyik, dietoloq mu baxmalıdır? Xeyr, mən sizə demişdim. Həkimə gedirik, müayinə olunuruq, müalicə olunuruq, xəstəliyimizi bilirik, pəhrizimizi bilirik. Tam sağalmışıq, lakin tam sağlamam. Yəni doktor deyir ki, sən sağalmısan artıq. Amma müəyyən qidaları, məsələn, gələn səfər gələndə sual verir, doktor, amma mən filan yeməyi 2 il əvvəl sizin yanınızda olmuşam, tam yaxşı, amma 2 ildir mən filan yeməkləri yeyə bilmirəm. Demək ki, orqanizm o yeməyi qəbul etmir. Yəni bu fərdi deməli qəbul etməyən də qidalardır. Endoskopiya və kolonoskopiya sizin sahədən çox eşidilən, insanların da çox vaxt qorxduğu bir nüansdır. Bu iki ad eşidəndə bəzən insanlar hətta mən zon tutmuram, onu uda bilmərəm deyə bir insanlarda bir ön yarğı da var. Bundan bu gün biz niyə qorxmamalıyıq bu prosedurdan? Necə tətbiq olunur, nədir, proses necə işləyir? Endoskopiya və kolonoskopiya proseduru bu bir müasir bir müayinə üsuludur. Ən yüngül və çox fəsadsız bir müayinə üsulu sayılır. Bunu yüngül yatızdırmaqla, yəni sedasiya ilə dediyimiz, yəni bu müayinə aparılır. Bu müayinə zamanı həkimə elə bir imkan yaradılır ki, öz gözünlə bütün prosesləri mədə-bağırsaqda görsün.
və gördüyü zaman lazım olarsa bir müayinə də eləyə bilsin. Müalicələr də etmək mümkündür. Məsələn, poliplərin çıxardılmasıdır, qan axmanın dayandırılmasıdır və s. Kolonoskopiya bağırsaqdan olan bir prosedurdur. Təbii ki, ona bir hazırlıq lazımdır, hansı ki, xüsusi bir vasitələrlə ya imalə ilə onu təmizləyirik və ondan sonra bu prosedura başlayırıq. Endoskopiyada sadəcə ac gəlməyimiz bəs eləyir. Yəni bugünkü gündə endoskopiyanın və kolonoskopiyanın lazım olması zəruridir, çünki çox bir xəstəliklərə və belə deyək də, yəni bir müalicə üsullar kimi də istifadə olunan vasitə kimi çox vacibdir bizim gündəmimizdə. Bəs niyə qorxurlar Əcər xanım? İnsanlar niyə qorxur bu prosedurdan? Bu bizdə Sovet dövrünün Travmasıdır. Anesteziyasız. Mən Belarusiyada olanda uşaq gastroenterologiyası ilə bağlı və Ukraynada da elə. Orada şərait elə bir klinikadaydım ki, uşaqlara anesteziya vermə şəraiti yox idi. Ona görə uşaqların hamısını əlin qolunu tuturdular. Atası çıxırdı ayağının üstünə, anası əllərini tuturdu, başını həkim tuturdu. İki də endoskopiya ilə baxırdılar, bitirirdilər. Və Sovet dövründə ancaq uşaqlara deyil, böyüklərə də elə. Yəni sedasiya işlənməmişdi. Yəni anesteziya olunmur. Bugün bu metodu istifadə edən yoxdurmu? Var. Təəssüf ki. Bunu eşitmək istəyirəm. Yox, Çünki çox eşidirəm. təəssüf deyəndə ki, elə bir hallar olur ki, Bizdə. məsələn, xəstəliyi varsa da, məsələn, belə deyək də, yəni ki, ürək problemləri var, hansıda ki, anesteziya vermək çox təhlükəlidir. O zaman anesteziyasız bunu Bəs təhlükəli deyilsə, anesteziya xəstənin anesteziya sedasiya alması təhlükəli deyilsə, amma yenə də sedasiya altında deyil də, sadəcə normal ayaq şəraitdə bunu edən varmı? Edən yerlər var? Edən var, o da xəstənin öz arzusu ilə olmalıdır. həkimlər eləyirlər. Yəni ki, endoskopiyanı narkozla da eləmək olur, narkozsuz da eləmək olur. Sadəcə yenə də deyirəm, xəstənin komfortu üçün, xəstə belə bir stresə girməsin deyə və oyanandan sonra heç nə bilmir. Xəstənin heç bir prosedur nə tərəf aparıldı, nə edildi, heç xəbəri də olmur belə. Yəni 15-20 dəqiqəlik müayinədir əslində. Xəstə 15-20 dəqiqə, məsələn 40 dəqiqə maksimum əgər müayinə hansısa bir manipulyasiyalar tələb edirsə, vaxt ərzində aparılır və xəstə elə hiss edir ki, yatdı və həmən oyandı. Xəstə o vaxt keçimini hiss etmir. Ona görə sözün açığı, mən bütün xəstələrimə məsləhət görürəm ki, anesteziya altında eləyək. O həm həkim üçün komfortludur, həkim rahat işləyə bilir. Həkim də insandır. Kimsə əziyyət çəkəndə əlinin altında, o da istər-istəməz insan faktorudur. Hardasa bir, məsələn, mən uşağa baxa bilmərəm, çünki mən özüm anayam. Məsələn, yaşlı bir kişi xeyalağına anesteziyasız eləyəndə öz atamı düşünərəm. Və yaxud da qadına baxanda anamı düşünürəm. Bizdə o psixoloji hissiyatlarımız var. Ona görə ona baxmayaraq ki, mən həkiməm, amma mən həm də insanam. Burada insan faktoru hansısa bir deməli kiçik bir nüansı qaçırtmamaq üçün həkim üçün çox komfortludur xəstənin anesteziya altında elə baxmaq. Və həmçinin xəstənin özünə də çox komfortludur. Məsəl üçün, əgər xəstədə elə bir xəstəlik aşkar olunubsa insanda və o müəyyən müalicədən sonra təkrar deməli müayinəyə çağırılmalıdır. Xəstə birinci dəfə anesteziyasız olunubsa, o ikinci dəfə gəlmək istəməyəcək və müalicə yarımçıq qalacaq. Ona görə ən komfortlu üsul həm həkim üçün, həm xəstə üçün sedasiya altında, anesteziya altında müayinəni həyata keçirməkdir. Söhbətimizə başladığımızda sayacağımız problemlərdən və hiss etməli olduğumuz simptomlardan danışarkən qaraciyər yağlanmasından da danışdınız. Vurğuladığı ki, qaraciyər yağlanması da çox ciddi bir problemə gətirib çıxardır. Amma günümüzdə elə yenə də yayılmış problemlərdən biri də budur. Biz hər verilişlərimizdə, istər televiziyada, istər radioda, istər sizinlə apardığımız verilişlərin hər birisində vurğulayırıq ki, qaraciyər yağlanması bu gün qlobal bir problemə çevrilib artıq. Sizin sahənizdə qaraciyər yağlanması nədir və bu gün niyə bu qədər yayılıb? Nəticəsinin səbəbini necə bilməliyik? Düşünürəm ki, yəni düzgün geyməməyimizin nəticəsindədir ki, belə bir hallar baş verir. Fast food yeməklərimizdir, çox yeməkdir,
bizim adətlərimizdə olan toylarda məsələn gördüyünüz kimi hər bir türlü yemək var. Stolun üstündə hamısını yemək məcburiyyətində deyilik. Yəni hamısını yeyirik. Ondan sonra plov gəlir, ondan sonra marojna gəlir, çay gəlir. Yəni bunları hamısını qatışdırıb bir dənə böyük bir mədə-bağırsaq sisteminə böyük bir stresə salmış oluruq. Təbii ki, burada bizim orqanlar onlara cavab verir. Yenə də çox yeməyimiz, qarışıq yeməyimiz, bunlar hamısı gətirib çıxarır ki, qaraciyər hərəkətsizliklər, məsələn, fiziki iş eləməməyimiz, bunlar hamısı qaraciyərin yağlanmasına gətirib çıxardır. Və bu da sonradan böyük bir qaraciyər yağlanma belə deyək də Problemi ilə qarşı-qarşıya var. problemi gətirir, çıxardır və böyük bir fəsadlarla da sonra qarşımıza çıxa bilir. Sadəcə qidalanma ilə bağlıdır qaraciyər yağlanması, yoxsa məsələn arıq insanlar var ki, diaqnozunda qaraciyər Bəli. yağlanması var. Heç kilosu da yoxdur, Bəli. fiziki də aktiv deyil. Xolesterini elə arıq adamlar var ki, xolesterini kök adamdan daha yüksəkdir qan xolesterini. Bu tək onunla əlaqəli deyil. Bu insanın artıq genetik olaraq maddələr mübadiləsi deməli pozuntusu var və müəyyən xəstəliklərə deməli meyliliyi var. Rusan doktorun qeyd etdiyi çox önəmli bir məsələdir, amma mən xırda bir nüans da qeyd etmək istəyirəm. Həyatda Allah Taala'nın bizə verdiyi bütün təamlardan dadmaq lazımdır. Amma o təamların yemək tərzini biz əlifba kimi bizə düşünürəm məktəb dərslikləri kimi öyrətməlidirlər. O da bizim üzərimizə düşür. Məsələn, elementar olaraq meyvə yeməkdən 2 saat əvvəl yeyilməlidir. Yeməyin üstündən meyvə yemək olmaz. Meyvənin Biz əksinə edirik. meyvənin sovrulması, parçalanmasını ətlə gedir. Çünki əti həzm edən ferment tamam başqadır. Meyvə tərəvəzi həzm edən ferment tamam başqadır. Və burada balans pozuntusu olur. Bəs necə mübarizə aparaq qaraciyərimiz yağlanmasın deyə? Ən çox nələrə diqqət etməliyik? Müəyyən rutin müayinə metodları var ki, insanlar bunları aparmalıdırlar. Bu qanda qaraciyər fermentlərinin təyinidir. ALT, AST, gamma glutamin transferazı bunlar artıq öz gastroenteroloqları təyin eləyir. Bütün gastroenteroloqlar əgər xəstə qaraciyər piylənməsi var yoxsa yoxdur, şikayəti sorusu ilə həkimə müraciət edirsə, onlar rutin olaraq təyin olunur. Qanda olan xolesterin, yağların səviyyəsi ölçülür və elementar adi bir ultrasəs müayinəsi aparılır və qaraciyərin öz funksiyalarını nə dərəcədə yerinə yetirib-yetirməməsini biz qan analizi vasitəsilə bilirik. Qaraciyərin özündə orqanik bir patologiya, məsələn, echinokok kistası və yaxud da deməli hər hansı bir hemangioma falan varsa və həmçinin də yağlanma varsa və yağlanmanın neçənci dərəcəsidirsə, onu biz ultrasəs müayinəsi ilə bilirik və əgər qaraciyər deməli yağlanması, yağlı qaraciyər aşkar olunubsa xəstədə, biz xəstəyə müəyyən pəhriz və müəyyən müalicə təyin edirik. Və əlbəttə ki, həkim gastroenteroloqun nəzarət altındadır. Həzm sistemi problemlərinin qarşısını almaq üçün gündəlik həyatda nələr dəyişməliyik, nəyə diqqət etməliyik? Son olaraq istərdim izləyicilərə də tövsiyələrinizi verəsiniz. Ən çox bizi narahat edən məqamlar nə olmalıdır və ən çox da özümüzdə nəyi dəyişməliyik? Təbii ki, biz ilk növbədə bu problemlərimizi önləmək üçün düzgün rejim hazırlamalıyıq və o rejimlə təbii ki, yeməklərimizi etməliyik. Normada gündə 3 dəfə yemək olar. Yəni səhər, günorta, axşam əsas yeməklər sayılır və onun arasında da bir dənə, 2 dənə, yəni ki, əlavə yeməklər də qata bilərik. Bol su olmalıdır hər yeməyimizdə. Yəni gün ərzində bizim sularımız əskik olmamalıdır. Bundan başqa biz yemək vaxtı çox tələsməməliyik. Çox yeməməliyik. Bunlar hamısı təbii ki, bu xəstəliklərin qarşısını alır. Özümüzdə bir narahatlıq hiss eləyəriksə, özümüzdə bir problemlər görsək, eləsək, təbii ki, həkimlərə müraciət etməliyik. Əgər bunlar davamlı baş verirsə.
Mənim məsləhətim bu olardı. Yəni ki, ilk növbədə öz yediklərimizə, yeməklərimizə fikir verək. Həcər xanım, bəs sizin son olaraq tövsiyələriniz nə olar? Mənim tövsiyəm insanlara, bizim vətəndaşlara odur ki, biz elementar olaraq öz avtomobilimizi mütəmadi olaraq texniki baxışdan keçirdirik. Biz də Allah Taala tərəfindən yaradılan bir mürəkkəb bir mexanizmdir bizim orqanizmimiz və bunun da bu orqanizmin də avtomobildən daha çox texniki baxışa ehtiyacı var. Texniki baxışı da biz həyata keçirdirik. Odur ki, həkim gastroenteroloqlarını unutmasınlar. Özlərində hansısa bir diskomfort mədə-bağırsaq sistemlərində hiss eləyirlərsə, mütləq gastroenteroloqa müraciət edin. Çox təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırdınız, gəldiniz. Ümid edirəm növbəti həftələrdə, növbəti verilişlərimizdə, növbəti podkastlarımızda daha maraqlı mövzuları sizlərlə müzakirə edərik. Çox sağ olun. Bu gün biz Bakı Gastroenterologiya Mərkəzinin dəyərli həkimləri ilə bərabər mədə-bağırsaq sistemi problemlərindən, xəstəliklərindən danışdıq. Təbii ki, bu bizim sizinlə ilk görüşümüz idi. Davamlı olmağını istəyirsinizsə, aşağıda qeyd edilən sosial media adreslərimizdən bizə sizi narahat edən suallarınızı yazın və təbii ki, aşağıda qeyd olunan əlaqə nömrəsinə sizi narahat edən bütün xəstəliklərinizlə bağlı həzm sistemi, mədə-bağırsaq xəstəlikləri narahat edən, düşündürən hansı nüans varsa zəng edin, suallarınızı birbaşa həkimə ünvanlayın və öz sağlamlığınızın qayğısına özünüz qalın. Zamanında doğru ünvanda peşəkara müraciət həyatınızın sığortası deməkdir.